Salam. Necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Mən çox xoşbəxtəm. Çünki verdiyim sözü tuta bildim və daha intensiv bir YouTube videosu çəkirəm. Ümid edirəm ki, tez bir zamanda da editləyib paylaşa biləcəm bu videonu. Necəsiniz? Həyatınız necə gedir? Ümid edirəm ki, yaxşısınız və hər şey qaydasındadır. Bugünkü mövzumuz bizim müdafiə mexanizmlərimizdir. Hansı ki, situasiya baş verdiyi andakı müdafiə mexanizmlərimizdir və biraz bundan danışmaq istəyirəm. Bunlar əsasən 4 növə bölünür: döyüş, qaçış, qəbul elə, yəni xoş etmə və donma. Başlayaq birinci döyüşməklə. Biz hansı halda beynimiz avtomatik olaraq döyüş moduna keçir və bu özünü bizdə necə göstərir? Gəlin görək, biz döyüş moduna keçdiyimiz zaman bu bizdə özünü necə göstərir? İlkin olaraq aqressivləşirik, səs tonumuz qalxır, avtomatik olaraq bir döyüş moduna keçirik, mübahisəyə hazır oluruq və bədənimizdə ürək döyüntülərimiz artır, adrenalinimiz yüksəlir. Olur məsələn, iş yerində bəzi insan tənqid edirsiniz, çox normal bir şəkildə, etik bir şəkildə. Amma bir də görürsünüz ki, o insan həddindən artıq reaksiya verir. Və siz başlayırsınız özünüzü sorğulamaq ki, mən axı heç nə demədim. Yəni nə baş verdi burada? İndi nə baş verdiyini izah edəcəm. O zaman biz döyüş moduna keçirik. Özümüzü günahlandırılmış hiss edəndə, tənqidə uğramış hiss edəndə, haqsızlıq yaşadığımızı hiss edəndə və buna bədənimiz necə reaksiya verir? Amigdalamız aktivləşir, hansı ki beynimizin amigdala adlanan bir bölgəsi var ki, o bizi daimi olaraq həyatda saxlamaqdır. Yəni onun funksiyası, ondan belə deyək də, məsuliyyəti odur. Və o aktivləşir, bədənimizdə adrenalinin səviyyəsi yüksəlir və simpatik sinir sistemi işə düşür və bədən tam olaraq döyüşmək moduna hazır olur. Bəs niyə bu moda hazır olur və niyə bu müdafiə mexanizmindən istifadə edir? Və burada avtomatik olaraq o düşüncə formalaşır ki, yəni alt sxem belədir ki, mən hücum etməsəm gücsüz görsənəcəm və mənim gücsüz görsənmə haqqım yoxdur. Bəs bunun səbəbləri nədir? Çox zaman bunun səbəbləri uşaqlıqdan özlərini qorumaq məcburiyyətində qalan insanların reaksiyalarından gəlir və biz bilirik ki, çox zaman uşaqlıqda özünü qorumaq məcburiyyətində qalan uşaqlar böyüdükləri zaman da əgər özümü qorumasam, əgər zəif görsənsəm, onlar məni incidəcəklər və mənim gücsüz olduğumu düşünəcəklər. Xemini görə bilirik biz. Yəni əsas səbəblər gücünü itirmək qorxusudur və dəyərsiz görünməmək istəyidir. Yəni biz hər zaman deyirik ki, ümumiyyətlə də belə bir fikir formalaşıb ki, əgər bir insan aqressivdirsə, o güclüdür. Çox zaman bu bizdə belə kodlaşır, amma belə deyil. Aqressiya tam olaraq qorxunun da təzahürü ola bilir. Yəni biz bu kimi situasiyalarla qarşılaşmışıq. Digəri isə qaçışdır. Gəlin görək, hansı situasiyalarda biz qaçış müdafiə mexanizmlərimizdən istifadə edirik. Daha doğrusu biz istifadə eləmirik, onlar avtomatik olaraq aktivləşir. Qaçış özünü belə göstərir ki, hansı ki adı üstündə həmin insanın bu situasiyadan uzaqlaşdığını görə bilərik. Əgər onlayn bir şəkildə bir problem yaşayıbsa, telefonları açmadığını görə bilərik. Tamamilə mövzunu dəyişdirdiyini görə bilərik. Yəni mövzunun açılmağına, o mübahisənin yaranmağına münbit şərait yaratmır. Bəs yaxşı, bunun səbəbi nədir? Bunun səbəbi də odur ki, konflikti problem kimi görürsə, yəni hər zaman elə görür və düşünür ki, mən bu situasiyadan qaçmasam, bu mənə artıq problem olacaq. Və həmin insan konflikti problem kimi görür, bu şəkildə kodlayır. Buna əlavə olaraq uşaqlıqda hər zaman problemdən qaçmağı öyrənmiş uşaqlar da ola bilər və bunu tətbiq edən, yəni ona hər zaman öyrədilib ki, hər hansı bir məsələ oldu və ya bir problem oldu, oranı tərk elə, heç bir cavab vermə və s. Bu kimi insanlarda böyüdükləri zaman, yəni uşaqlarda böyüdükləri zaman biz bu situasiyaların şahidi ola bilirik ki, artıq onlar konfliktdən qaçırlar, heç bir halda bu məsələni həll etmək istəmirlər. Onlara nəyisə həll eləmək, nəyisə müzakirə eləmək böyük bir problem kimi görsənir. Özlərini ifadə etmək çətin olur. Onlar düşünürlər ki, ayda yenə biz nəyisə üstündə konflikt yaşayacağıq, mən danışacağam, məni heç kim başa düşməyəcək və s. və s. və s. Bəs bədən bunu necə qəbul edir? Burada da təbii ki, bir təhlükə olduğu üçün bizim simpatik sinir sistemimiz işə düşür. Burada artıq biz təşviş görürük, həyəcan görürük, narahatlıq görürük, bədənin artıq tərləməyini görürük, həddindən artıq tərləməyini və verdiyi reaksiyaların şahidi ola bilirik. Növbəti isə donmadır. Hansı ki bir problem, konflikt yaşadığımız zaman bədən
və beynimiz donma moduna keçir. Biz nə görürük, nəyə şahid oluruq? Danışa bilməmək, özünü ifadə edə bilməmək, donmaq, hərəkətsizlik və beyin boşalması. Yeniyetmə və gənclərlə çalışdığım üçün bunu şahid ola bilirəm ki, istər universitet imtahanları olsun, istər universitetə qəbul olmaq üçün qəbul imtahanları olsun, tələbə gedir imtahana, amma bildiyi heç bir şeyi yaza bilmir. Niyə? Çünki beyin avtomatik orada donma rejiminə keçir. Bu bəs özünü bədəndə necə göstərir? Soyuqluq hissi, zəiflik və donub qalmaq. Bu şəkildə biz görürük ki, insan heç bir şəkildə nə hərəkət edə bilir, nə danışa bilir. Yəni adı üstündə də donma. Beyin avtomatik özünü donma rejiminə keçirdir. Hansı situasiyalarda biz bunu şahid ola bilirik? Döyüşmək ya da qaçmaq mümkün olmayanda, donmağın ən əlverişli şəraiti olanda düşünür ki, donsam kimsə məni görməyəcək, burada sağ qala biləcəm. Yəni əslində donma rejiminə keçməyə adı üstündə bizim bir müdafiə mexanizmimizdir. Bu əsla zəiflik deyil. Bəs bədəndə özünü necə göstərir sinir sistemi olaraq? Burada ilkin olaraq simpatik sinir sistemi aktivləşir, amma daha sonra parasimpatik sinir sistemi üstündə üstünlük qazanır və ona görə də bədənimiz tamamilə hərəkətsiz qalır və donma rejiminə keçir. Donma rejiminin alt şuuru nədir? Alt şuur odur ki, yəni alt şuur sxemləri odur ki, donub qalsam sağ qala bilərəm və donduğum zaman kimsə məni görməz, görünməz ola bilərəm. Bu da keçən videolarımın birində ailə modellərindən danışmışdım. Avtoritar, liberal və s. Məsələn, avtoritar ailə modelində biz müşahidə ola bilirik ki, kəskin təzyiq olur. Valideynlərin hər ikisi əgər avtoritardırsa, bu daha şiddətli görünür və ya biri avtoritar ailə modelini sərgiləyirsə və uşaq o mühitin içində böyüyürsə, həddindən artıq təzyiqin nəticəsində uşaq donma rejiminə keçə bilir. Sonuncu isə xoşetmədir. Düzdür, daha çox danışarkən digər 3 deməli müdafiə mexanizmindən daha çox danışılır ki, hansı ki döyüş, qaç və ya donma, amma xoşetmə də var, hansı ki biz bunun gündəlik həyatımızda o qədər şahid oluruq ki, bəzən özümüz də məcbur qalırıq bunu etməyə və ya məcbur buraxılırıq. Icebergin görünən tərəfi budur ki, kimsə bizdən inciməsin deyə, kimsə bizdən narazı qalmasın deyə biz hamının dediyi hər şeyə hə deyirik. Əslində bu nədir? Müdafiə mexanizmi olaraq orada xoş etmə işə düşür. Mən heç bir konfliktə məcbur buraxılmayım, heç kimdən dalaşmayım deyə artıq beyin avtomatik olaraq razılaşma moduna keçir və qarşı tərəfin təklif etdiyi bütün təkliflərə hə, yaxşı, uyğunlaşaram deyir və təsdiqləyir. Bəs yaxşı, bunun kökü haralara gedib çıxır, il dilində desək? Kökü təbii ki, bizim uşaqlığımıza gedir, çıxır və əgər uşaqlıq dönəmində çox sərt valideynlə böyüdülmüsünüzsə, yəni valideynin tərbiyəsi altında böyüdülmüsünüzsə və ya valideynlərinizi itirmə qorxunuz varsa, yəni olubsa uşaqlıqdan, hansı ki biz bilmirəm indi var ya yox, amma əvvəllər bu tərbiyə mən uşaq olanda hardasa təxmini bu tərbiyə sistemi ilə qarşılaşırdıq ki, uşaqları qorxudurdular. Ki biz gedəcəyik, nə bilim, səni başqa bir ailəyə verəcəyik və ya sən bizim deyilsən. Uşaqlar sual verəndə ki, mən necə dünyaya gəlmişəm, hansı ki, maraq dövrü yaranır, uşaqlarda artıq inkişaf başlayır. Onda uşaqlar valideynlərinə ən çox bu sual verirlər. Mən necə dünyaya gəlmişəm və ya bacım, qardaşım varsa əgər necə dünyaya gəlmişəm və s. Orada məsələn valideynlərin verdiyi cavab, bu suallardan qaçınmaq üçün verdikləri cavablar adətən belə olur ki, sən neylələr gətirib, nə bilim, biz gedib səni hardansa almışıq və s. və s. Hansı ki orada həmin uşağın və ya sən bizim deyilsən, məsələn sən aparıb aldığımız yerə geri verəcəyik və s. özünü yaxşı aparmasın. Artıq bu müəyyən qədər uşaqların bağlanma stillərini formalaşdırır və bağlanmaqlarında müəyyən problemlər yaradır. Bu mövzu haqqında da ayrıca danışacağım, bağlanma stillərimiz. Və bunun nəticəsində də həmin insanlar artıq xoş etmə moduna keçir. Yəni beyin avtomatik olaraq özünü xoş etmə moduna keçir. Həmin insanın beyni avtomatik olaraq yəni stressi hiss eləyir və o stressdən, o təşvişdən çıxmaq üçün razılaşmaq yolunu seçir ki, bədəni rahat, komfort zonasına geri dönsün.